Azərbaycanda tütün bazarının gizli tərəfləri var. Ən azı siqaretin pulunu kim qazanır, vergisini kim ödəyir şəklində. Ölkədə tütün bazarı haqqında danışanda adətən ikicə cümlə eşidirik. Siqaret zərərlidir və tütünə yüksək vergi qoyulur. Hər ikisi doğru sayıla bilər, amma əsas iqtisadi sual bunlar deyil. Əsas sual budur ki, Azərbaycan vətəndaşı siqaretə ödədiyi pulun nə qədərini dövlətə, nə qədərini istehsalçıya, nə qədərini distributora və satıcıya verir. Dövlət tütün sektorunda hansı şirkətlərə hansı güzəştləri verir və niyə ictimaiyyətə açıqlanan rəqəmlər bu zənciri bütöv şəkildə göstərmir? Məhz burada tütün bazarının ən maraqlı tərəfləri başlayır. Tütün vergidən azaddırmı? Xeyr, o qədər də belə deyil. Amma məsələ axı bununla bitmir. Tütün məhsulları Azərbaycanda vergidən azad deyil. Əksinə dövlət üçün böyük aksiz mənbəyidir. Lakin tütün istehsalçısı ilə tütün istehlakçısının ödədiyi vergi eyni şey deyil. Siqaretin qiymətinə aksiz daxil edilir. İstehlakçı siqareti alanda həmin yükün əhəmiyyətli hissəsini faktiki olaraq özü daşıyır. İstehsalçı isə bu vergini dövlətə köçürən tərəf kimi görünür. Sadəcə olaraq bu qədər. Bu səbəbdən şirkətin 700 milyon manat vergi ödəməsi avtomatik olaraq şirkət öz qazancından 700 milyon manat vergi verdi demək deyil. Bu fərq Azərbaycan tütün bazarının ən mühüm və ən az danışılan məsələlərindən biridir. Və ortada bir Tabaterra paradoksu var. 2024-cü ildə Tabaterra məhdud məsuliyyətli cəmiyyət dövlət büdcəsinə təxminən 689,3 milyon manat vergi ödəyib və ən iri vergi ödəyicilərindən biri olub. 2025-ci ildə isə şirkətin ödədiyi vergi məbləği təxminən 697 milyon manata çatıb. İlk baxışda bu nəhəng bir uğur kimi görünür. Tütün şirkəti dövlətə 100 milyonlarla manat vergi verir deməkdir. Amma rəqəmə biraz dərindən baxanda başqa suallar meydana çıxır. Bu 697 milyon manatın nə qədəri şirkətin öz mənfəətindən ödənilib? Bu suala açıq ictimai məlumatlarda aydın cavab tapmaq çətindir və daha maraqlısı da budur ki, Hesablama Palatasının büdcə materiallarında 2024-cü ildə tütün məmulatları istehsalı ilə məşğul müəssisələr üzrə mənfəət vergisi daxil olmasının olmadığını göstərən məlumatlar var. Beləliklə, qarşımızda qəribə görünən bir mənzərə yaranır. Tütün şirkəti 100 milyonlarla manat vergi ödəyir, amma tütün istehsalçıları üzrə mənfəət vergisi sıfır görünür. Bu, riyazi bir ziddiyyət deyil. Bu, verginin strukturunu bilmədən vergi ödəyicisi ifadəsinin necə yanıltısı ola bildiyini göstərən bir nümunədir. Bəs pul hardan gəlir? Ən güclü ehtimal aksizdir. Aksiz şirkətin sahibinin cibindən çıxan klassik mənfəət vergisi deyil. O, məhsulun qiymətinə daxil edilir və nəticədə yükün böyük hissəsi istehlakçının, bu halda siqaret alanların və siqaret çəkənlərin üzərinə keçir. Sadə dillə, vətəndaş siqaret alır, qiymətin içində aksiz ödəyir, şirkət həmin məbləği götürüb dövlətə köçürür. Ona görə şirkət dövlətə 697 milyon manat vergi verdi ifadəsinin qarşısında ikinci cümlə də olmalıdır. Bu məbləğin nə qədəri istehlakçıdan yığılmış vergidir. İctimaiyyət üçün əsas məlumat məhz budur. Təəssüf ki, açıq məlumatlarda dediyim kimi şirkət üzrə vergi ödənişinin tam komponentləri aksiz, əlavə dəyər vergisi, mənfəət vergisi, əmlak vergisi və sair eyni aydınlıqla təqdim edilmir. Yoxdur bu məlumatlar. Bu isə təbii ki, şəffaflıq problemini yaradır. Azərbaycan üçün problem olmaya da bilər. Zaten Azərbaycanda heç bir sahədə bu şəffaflıq deyilən lənətə gəlmiş fenomen yoxdur. Daha bir paradoks, şirkət həm böyük vergi ödəyicisidir, həm də böyük vergi güzəştlərindən istifadə edir. Burada söhbət qanunsuzluqdan getmir. Sənaye parklarının rezidentləri qanunla müəyyən edilmiş güzəştlərdən istifadə edirlər. Bu məsələyə sonda toxunacağıq.
Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyinin öz məlumatına görə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azaddılar. Bundan başqa, istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular müəyyən şərtlərlə ƏDV və gömrük rüsumlarından da azad edilir. Niyə? Niyəsini deyəcəyik. Yəni, eyni şirkət haqqında iki cümlə eyni vaxtda doğru da ola bilir. Dövlətə 100 milyonlarla manat vergi ödəyir və dövlət tərəfindən ciddi vergi və gömrük güzəştləri alır. Bunlar bir-birinə zidd deyilmiş kimi də görünə bilir, amma vətəndaşın haqqı var soruşsun. Bu güzəştlərin dövlət büdcəsinə real dəyəri nə qədərdir? Məsələn, şirkət mənfəət vergisindən azad olmasaydı nə qədər ödəyəcəkdi? Əmlak və torpaq vergisi nə qədər olacaqdı? Avadanlıq idxalında ƏDV və gömrük güzəşti neçə milyon manat təşkil edib? Bu güzəştlərin müqabilində dövlət nə əldə edib? Neçə iş yeri, nə qədər ixrac, nə qədər yerli xammal, nə qədər əlavə dəyər? Bunların hamısı hesablana bilər. Amma vətəndaş üçün bu hesabların şirkət, il açıq göstərilməsi daha vicdanlı olardı, o isə yoxdur. Tabaderra Ağdam Sənaye Parkının rezidentləri sırasında göstərilir və orada tütün məmulatları istehsalı nəzərdə tutulur. Ağdam xüsusi iqtisadi stimullar tətbiq olunan ərazilərdən biridir. Kimin üçün? Bunu da biləcəksiniz. Burada dövlət infrastruktur yaradır, sənaye parkı qurur, vergi və gömrük güzəştləri verir. Bu siyasətin iqtisadi məntiqi başa düşülən olardı. Dövlət investor cəlb edir, investisiya gəlir, istehsal yaranır, iş yerləri yaranır, region inkişaf edir. Edirmi? Bu başqa məsələdir. Problem yalnız bu modelin özündə deyil. Problem həm də nəticənin ölçülməsindədir. Əgər dövlət şirkətə vergi güzəşti verirsə, vətəndaş bilməlidir, güzəştin qarşılığında dövlət nə qazandı? Əks halda investisiya təşviqi ilə seçilmiş biznes üçün üstün şərait arasındakı sərhədi cəmiyyət necə müəyyən etsin? Bazarın rəqabəti haqqında daha çətin suallar var və burada çox ehtiyatlı olmaq lazımdır. Müəyyən şirkətin konkret olaraq hansı siyasi ailəyə məxsus olduğunu sənədlə təsdiqləmək, birbaşa sənədlərlə təsdiqləmək əlbəttə hər zaman mümkün olmur, amma bunu fakt kimi də yaza bilərsiniz müəyyən mərhələlərdə. Bir də başqa bir məsələni araşdırmaq tamamilə legitimdir. Azərbaycan tütün bazarında real rəqabət nə qədərdir? Bunun cavabı üçün çox sadə bir xəritə lazımdır. Kim tütünü idxal edir, kim siqareti istehsal edir, kim xam mal gətirir, kim topdan satış distribusiyasına nəzarət edir, hansı şirkətlər pərakəndə şəbəkələrə məhsul verir, bazarın neçə faizi neçə şirkətin əlindədir, yeni şirkətin bazara girməsi nə qədər asandır, idxal olunan məhsulla yerli məhsula hansı aksiz və gömrük rejimi tətbiq olunur? Bu suallar cavablandırılmadan rəqabətli bazar demək də, tam monopoliya var demək də hələ tez görünə bilər. Amma idxal rəqəmləri bizə bazarın ölçüsü haqqında konkret ipucu da verir. Gömrük məlumatlarında 2025-ci ilin ilk 5 ayında tütün və tütün məmulatlarının ümumi idxalın təxminən 0,45%-ni təşkil etdiyi göstərilir. 2026-cı ilin ilk 2 ayında isə tütün və tütün məmulatları üzrə idxalın dəyəri təxminən 20,5 milyon ABŞ dolları olub. Bu rəqəmlər çox kiçik görünə bilər, amma bir vacib məqam var. İdxalın gömrük dəyəri son pərakəndə satış dövriyyəsi deyil. Məhsul ölkəyə hansı qiymətə girir və istehlakçıya hansı qiymətə satılır? Bunların arasında aksiz, əlavə dəyər vergisi, distribusiya, topdan satış, pərakəndə marja və digər komponentlər var. Deməli, təkcə gömrük rəqəminə baxmaq da kifayət deyil. Daha böyük problem budur ki, statistika tütünü başqa məhsullarla qarışdırır. Dövlət Statistika Komitəsinin pərakəndə satış statistikasında ərzaq məhsulları, içkilər və tütün məmulatları çox vaxt birlikdə göstərilir. Məsələn, 2026-cı ilin yanvar-iyul aylarında bu qrup üzrə pərakəndə satışın ümumi həcmi 20,84 milyard manat olub. Amma bu rəqəmdə tütünün payı nə qədərdir?
bunu həmin göstəricidən birbaşa çıxarmaq mümkün deyil. Bu, statistik baxımdan çox mühüm məsələdir. Çünki tütün bazarını araşdırmaq istəyən vətəndaş ayrıca bilməlidir ki, ildə neçə manatlıq siqaret satılır, bu satışın neçə faizi yerli istehsaldır, neçə faizi ithqaldır, bunun içində aksiz nə qədərdir, əlavə dəyər vergisi nə qədərdir, istehsalçı marjası nə qədərdir, distributor və pərakəndəçinin payı nə qədərdir. Bu məlumatlar bir yerdə təqdim olunmayanda bazarın iqtisadi mənzərəsi də parçalanır. Ən böyük sirlərdən daha biri siqaretin son qiyməti necə yaranır sualıdır. Əslində vətəndaşa lazım olan çox sadə bir cədvəldir. Hərçənd vətəndaşa deyirəm. Məsələn, 5 manatlıq bir qutunun X manatı istehsalçı, X manatı aksiz, X manatı ƏDV, X manatı distributor, X manatı mağaza, X manatı digər xərclər olmalıdır. Belə bir şəffaf kalkulyator olsa mübahisələrin yarısı bitər. Çünki onda heç kim şirkət 700 milyon vergi ödəyir deyib məsələni bağlaya bilməz. İnsanlar görər ki, bu dəfə vətəndaş demədim, həmin 700 milyonun nə qədəri onun öz cibindən çıxıb. İnhisar məsələsi də burada başlayır. Əgər bazarda bir neçə şirkət varsa, amma onların arxasında yeni iqtisadi maraqlar dayanırsa, kağız üzərində rəqabət olması real rəqabət demək deyil. Əgər idxal kanallarına giriş çətindirsə, rəqib istehsalçı üçün lisenziya, xam mal, distribusiya və pərakəndə şəbəkəyə çıxış problemi varsa, bazarda qiyməti yalnız tələb və təklif izah etmir. Bəzən qiymətin içində bazar gücü də olur və statistika bunu ayrıca ölçmür. Statistika deyir ki, qiymət 7% artdı. İqtisadçı isə soruşmalıdır ki, niyə? Maya dəyəri mi artdı, vergi mi artdı, valyuta mı bahalaşdı, xam mal mı bahalaşdı, yoxsa şirkətin marjası mı böyüdü? Əgər sonuncudursa, bu artıq sırf inflyasiya məsələsi də deyil. Bu, bazarın quruluşu məsələsidir. Dövlət nə qədər qazanır? Burada da şəffaflıq çatışmazlığı var. Ümumi aksiz daxil olmalarını bilmək mümkündür, amma vətəndaş üçün daha vacib olan tütün aksizi ayrıca neçə manatdır sualıdır. Bundan əlavə, yerli istehsaldan aksiz nə qədərdir? İdxaldan aksiz nə qədərdir? Tütün üzrə ƏDV nə qədərdir? İstehsalçıların mənfəət vergisi nə qədərdir? Vergi güzəştlərinin büdcəyə hesablanmış dəyəri nə qədərdir? Bu məlumatlar vahid cədvəldə təqdim edilməlidir. Əks halda biz tütün büdcəyə böyük pul gətirir deyirik, amma həmin pulun iqtisadi anatomiyasını da görmürük. Ən qəribə vəziyyət budur. Bir tərəfdən dövlət tütündən böyük aksiz gəliri əldə edir, digər tərəfdən tütün istehsalçısına müxtəlif vergi və gömrük güzəştləri verilir, özü də çox böyük güzəştlər. Bir tərəfdən şirkət ən böyük vergi ödəyicilərindən biri elan olunur, digər tərəfdən tütün istehsalçıları üzrə mənfəət vergisinin olmaması barədə məlumat ortalıqdadır. Bir tərəfdən siqaretin qiymətində vergi yükü artır, digər tərəfdən istehlakçıya həmin qiymətin hansı hissəsinin dövlətə, hansı hissəsinin biznesə getdiyini göstərən sadə, açıq hesab yoxdur. Və bütün bunların üzərinə bir də bazarda rəqabətin səviyyəsi barədə suallar gəlir. Məhz bu ziddiyyətlər tütün bazarının gizli tərəfidir. Burada mütləq qanunsuzluq olduğunu iddia etmək də lazım gəlməz bəlkə də. Bəzən problem qanunun pozulması deyil, problem qanunun necə yazıldığının, necə işlədiyinin və pulun necə bölüşdürüldüyünün vətəndaşa aydın göstərilməməsidir. Ümumiyyətlə aydın olmamasıdır. Əslində nə tələb edilməlidir? Tütün sektorunda şəffaflıq yaratmaq üçün dövlət hər il cəmi bircə səhifəlik hesabat dərc edə bilər. İndi bu göstəricilər yoxdur, gizlədilir və elə belə məchul şəkildə ifadə edilir. Yəni, yerli tütün istehsalının həcmi məchuldur, idxalın həcmi məchuldur, bilinmir, pərakəndə satışın ümumi dəyəri də məchuldur, aksiz gəliri də bilinmir, ƏDV gəlirləri də məchuldur, mənfəət vergisi, digər vergilər məchuldur, o cümlədən vergi güzəştlərinin dəyəri də məchuldur. Əsas istehsalçıların bazar payı, əsas idxalçıların bazar payı, istehsalçıların xalis mənfəəti, dövlət dəstəyi və subsidiyalar, iş yerlərinin sayı məchuldur. Və ən vacibi, hər böyük vergi ödəyicisinin ödədiyi məbləğin hansı vergilərdən formalaşdığı da açıqlanmır. Onda 700 milyon manat vergi ödəyib cümləsi
real iqtisadi məna qazanmır, amma qazanmalıdır. Tabaterra məsələsində başqa bir mühüm sual da var. Tabaterra ilə bağlı araşdırmada şirkətin yalnız istehsal və vergi göstəricilərinə deyil, şirkətin arxasındakı biznes əlaqələrinə və dövlətə məxsus tütün aktivlərinin sonrakı taleyinə də diqqət yetirmək lazımdır. Açıq mənbələrdə Tabaterranın qanuni təmsilçisi kimi göstərilən Elman Bəşiroğlu Cavanşirin Milli Məclisin deputatı Cavanşir Feyziyevin qardaşı oğlu olduğu bəllidir. Elman Cavanşirin adı eyni zamanda Tabaterra Leaf qapalı səhmdar cəmiyyəti ilə də bağlıdır. Daha diqqət çəkən məqam isə Azərtütün Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsidir. Açıq mənbələrdə yayılan məlumatlara görə 2021-ci ildə yaradılan Tabaterra Leaf qapalı səhmdar cəmiyyəti Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən Azərtütün Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85%-ni əldə edib. Şirkətin qanuni təmsilçisi kimi Elman Cavanşirin adı göstərilib. Bu fakt tütün bazarının strukturuna dair daha fundamental sual yaradır. Dövlətin tütün istehsalı sahəsindəki əsas aktivlərindən biri özəlləşdirildikdən sonra həmin aktivlərlə Azərbaycanın ən iri siqaret istehsalçılarından birinin arxasında dayanan biznes çevriləri arasında hansı əlaqə yaranıb? Yəni, zaman ardıcıllığı da belədir. 20 aprel 2021-ci ildə 5000 manat nizamnamə kapitalı ilə Tabaterra Leaf yaradılır. 6 ay sonra 15 oktyabr 2021-ci ildə Azərtütünün 85%-i satışa çıxarılır. 18 noyabr 2021-ci ildə Tabaterra Leaf qalib elan olunur. 25 noyabr 2021-ci ildə alqı-satqı müqaviləsi imzalanır. Burada məsələ yalnız Azərtütünün kim tərəfindən alınması da deyil. Əsas sual budur ki, dövlətə məxsus tütün istehsalı infrastrukturu özəlləşdirildikdən sonra Azərbaycanın tütün bazarında mülkiyyət, istehsal və xam mal təminatı baxımından konsentrasiya hansı səviyyələrə çatıb? Əgər eyni və ya əlaqəli biznes çevriləri həm tütün istehsalında, həm xam mal təminatında, həm də əvvəllər dövlətə məxsus olmuş tütün aktivlərində əhəmiyyətli mövqeylər əldə ediblərsə, onda Azərbaycanın tütün bazarında rəqabətin real vəziyyəti ayrıca araşdırılmalıdır, amma araşdırılmasa da bəllidir. Bu səbəbdən Tabaterra məsələsi yalnız bir şirkətin vergi ödəmələri haqqında məsələ deyil. Bu, eyni zamanda dövlət aktivlərinin özəlləşdirilməsi, biznes əlaqələrinin şəffaflığı, bazarın konsentrasiyası və tütün sektorunda rəqabət mühitinin necə formalaşması haqqında məsələdir. Tütün məhsulu əlbəttə sağlamlığa zərərlidir. Buna görə dövlətin ona yüksək aksiz tətbiq etməsinin iqtisadi və səhiyyə məntiqi var. Amma bu, tütün bazarının iqtisadi quruluşuna sual vermək haqqını da aradan qaldırmır. Əksinə, tütünə qoyulan hər manat verginin arxasında milyonlarla manatlıq dövriyyə olduğu üçün bu bazar daha şəffaf olmalıdır. Azərbaycan vətəndaşı bilməlidir. Söhbət Azərbaycan vətəndaşından gedir. Onun aldığı siqaretin pulundan kim nə qədər qazanır, dövlət nə qədər götürür, istehsalçı nə qədər götürür, distributor nə qədər götürür, satıcı nə qədər götürür, dövlət hansı güzəştləri verir, güzəştlərin qarşılığında nə əldə edir və ən vacibi bu bazarda həqiqətən rəqabət varmı? Bu suallara açıq və rəqəmlərlə cavab verilmirsə, ən böyük vergi ödəyicisi, böyük investisiya, yerli istehsal, iqtisadi artım kimi ifadələr vətəndaş üçün tam bir absurd mənzərə yaradır. Çünki iqtisadiyyatın ən vacib rəqəmi bəzən nə qədər pulun dövr etməsi də deyil, o pulun kimdən çıxıb kimin cibinə girməsidir. Cavab da var. Müxtəlif park titulları azad iqtisadi zonalar kimi quraşdırılmış sənaye və agrozonalardakı şirkətlərin böyük əksəriyyəti %90%-dən artığı, bir qədər ürkək olmasaz 100%-i də deyə bilərsiniz, Əliyev ailəsinə məxsusdur. Cavanşir Feyziyev, onun qardaşı oğlu və sair qohumlarının oğlu kimi adların üzərində babat sual işarələri və mötərizəsiz də nida işarələri qoya bilərsiniz. Təcrübə sübuta ehtiyacı olmayan aksiyonlar yaradır. Bu, biznes Əliyev ailəsinə məxsusdur. İqtisadi zonaların İnkişafı Agentliyi, yəni İZİA, 22 yanvar 2021-ci ildə prezident fərmanı ilə yaradılıb, İqtisadiyyat Nazirliyinin tabeliyində olan publik hüquqi şəxsdir.
Onun işi rəsmən belə təqdim edilir. Müxtəlif iqtisadi sənaye zonalarını idarə etmək və inkişaf etdirmək. Hazırda İZİA'nın idarəçiliyində 9 sənaye parkı və 3 sənaye məhəlləsi, həmçinin Yevlax Pilot Aqroparkı və Peşə Təhsili Mərkəzi var. Azərbaycanda ayrıca hüquqi rejimə malik bir əsas azad iqtisadi zona da var, Ələt Azad İqtisadi Zonası. Bir cümlə deyərək bu söhbəti burada bitirim ki, bu azad iqtisadi zonalar, sənaye parkları, aqroparklar kimi yeni modellərin yaradılmasının bir başlıca missiyası var. Əliyev ailəsi üçün ölkə daxilində offshore zonalarını yaratmaq, eləcə də ailənin yerli iqtisadi fırıldaqlarını vergidən, başqa nəzarət rıçaqlarından yayındırıb, onlara müqəddəs status verərək başqalarının bu sektora girişinə qənim olmaq. Bu məsələlər barədə isə ayrıca danışacağıq.